Amma ya Rəbb, biz səndən xahiş edirik, bizə başladığın kimi xidmətdə davam et. Biz çox xoşbəxtik Tanrının xalqı olmağımıza. Bundan daha çox nə istəyə bilərik? Başqa nəsə istəyirikmi? Ya Rəbb, biz səndən eşitmək istəyirik. Minnətdarıq bağışlamaya görə və bağışlamanın gücünə görə həyatımızda biz bu bağışlanmanın şəhadətiyik. Biz bağışlanmış adamlarıq. Hansılar ki, dincəlir, sevinir, xoşbəxtdir. Sənin həyatımızda gördüyün işə görədir bu. Sən bizi günahımıza görə tanımırsan və bizi mühakimə və ittiham etmirsən. Bizim günahlarımızı hətta yada da salmırsan. Necə də gözəldir bu. Çox sağ ol, ya Rəbb, ki biz də yada salmayacaq, sənin yadına salmayacaq günahlarımızı. Biz buradayıq ki, sənə sitayiş edək. Sənin lütf taxtına yaxınlaşmışıq. Minnətdarıq ki, bizi bu gözəl yerə gətirmirsən, yığmısan bizi bir araya. Amin. Amin. Bugün missiyalar haqqında düşünürdüm. Necə təəccüblənirsiniz? Düşünürdüm missiyalar barədə. Uzun müddətdir artıq düşünürəm. Bugün missiyalar haqqında düşündükcə hirslənirdim, qəzəblənirdim. Həqiqətən hirslənirdim və sanki mənim burnumun deşiklərindən buxar çıxırdı hirsimdən, qəzəbimdən. Və sonra bir səs gəlir qulaq. Bu qəzəbi qidalandıran səs. Və sonra demək yaxşı. Gedim missiya statistikasını bir oxuyum, görüm nə deyir orada. Və oxudum, belə bir statistika gəldi gözümün qabağına, qulaq asın. Misal üçün, 97% misionerlər dünyada, onlar ələ ərazidə işləyirlər, haradakı xristiyan icması artıq təsbit olunub, 97%. Yalnız 7% misionerlər, onlar o xalqın arasında işləyir ki, o xalqlar müjdə ilə çatmamış icmalar sayılır və bu məni daha da çox hissləndirdi. Sonra bir qədər missiyalar haqqında, missiyalara nə qədər pul verməyimiz haqqında oxudum statistikanı və bu da çox ruhdan salıcıdır. Yəni 1%-dən daha aşağıdır. Verilən yanələrdən 1%-dən aşağıdır faiz. O ölkələrə verilir, hansılar ki, xristiyan ölkəsi sayılmır. Və gedirdim həmin o qəzəbə, daha çox hirslənirdim. Və sonra başqa səs də mənə birdən deyir. Əslində sən öz kilsəvə hirslənməlisən. Əslində sən Tanrıya hirslənməlisən. Sonra mən başa düşdüm ki, əslində mən hirsli deyiləm. Əslində mənim ürəyim sınıqlıdır. Və yadıma düşdü və təbii ki, özümü İsa ilə müqayisə etmirəm. Amma bu dünyada biz İsa Məsih kimiyik yer üzündə və onun atasının evi, məbəddə baş verənləri onu qəzəbləndirirdi. O məqam məndə də var idi. Sonra düşündüm ki, deyəm, mənim qəlbimdə daha çox sevinc var, sevinc qəzəbdən daha çoxdur və başladım Tanrıya sitayiş etməyə. Və yadıma düşdü o məqamlar. Nə vaxt ki, gəlmişdim bura, Amerikaya və getmişdim, Newberry dükanı var idi bizim ərazimizdə. Başqa adlar yadımda deyil, başqa dükanlar, amma Newberry çoxdan artıq yoxdur burada. Amma getdim o dükana və gördüm bütün ölkələrin işarəsi, haradasa 80 dənə ölkə saydım və yenə də bugün getdim ora. İstədim ki, o ölkələrə baxım, o ölkələr harada ki biz fəaliyyət göstərmişik və ya göstəririk, Greater Grace misionerləri olaraq və yəqin ki, fikir ondan ibarət idi ki, həmin o ölkənin altında bir kabinlər olsun, köşələr olsun, amma heç bir köşə görmədim təqdimat edən köşə, o ölkələri təqdim edən köşə. Və ola bilər ki, siz məni mühakimə edə bilərsiniz ki, mən sentimentalam, ya romantikam, ya nostaljiyam. Amma o köşələr üçün darıxıram. Həmin o misionerlər ki, o işarələr altında dayanıb ölkələri təqdim edirdilər və sevinərək o ölkələri təqdim edirdilər, danışırdılar və pul yığırdılar və ruhlandırırdılar sizi ki, ölkəyə gələsiz. Bunun üçün darıxıram mən. Çatışmır və
kilsəni missiyalarda uğursuz olmaqda ittiham etməyə dəyməz. Amma neysə əldən buraxırıq. Baxmayaraq ki, Ümumdünya Xidmət adını daşıyırıq. Bu da gözəl addır, Greater Grace World Outreach. Amma mümkündür ki, biz neysə əldən buraxırıq və istəmirik Tanrının gördüyü işdə neysə əldən buraxaq. Yəni imkanlarım var idi ki, Laplandiyada yaşayayım, yay fəslində, Finlandiyanın şimalında və orada evim var. Və xoşuma gəlir, orada müəyyən ağaclar əkim, amma orada heç nə böyümür demək olar ki. Şimal bölgəsidir. Baxıram, elanlarda şəkillər ki, gözəl bitkilər bu toxumlardan çıxır, gözəl ağaclar bu toxumdan əkilir və mən də əkirəm. Həmişə nəsə çıxır orada. Elə tamizdir. Və düşündüm ki, necə də qüdrət var o balaca toxumun içində və bunu Tanrı bu cür tərtib edib. Sonra oxudum, Svalbard bu adanın adıdır. 1000 kilometr Norvegiyadan 1000 kilometr kənarda hardasa adadır, okeanda və orada toxumlar üçün ambar var və bu əsas ambar sayılır. Bütün dünyadakı toxumların ambarıdır və orada yəni bu cür dünyada fərqli ambarlar var. Amma bəziləri, məsəl üçün Əfqanistan, Siriya kimi yerlərdir və bu yer, ambar, əminliklə o yeri orada yaradıblar ki, biz əmin olaq ki, kataklizmalar hər nə baş verirsə dünyada, o ambar qorunub saxlanılsın və toxumlar orada qorunub saxlanılsın. Bu bir adadır, dağlar arasındadır, dərinlikdə çox təşkil edilmiş, Norveçlərin gözəl təşkil etdiyi bir ambardır. Və mən də çox sevinirəm bunu düşünəndə, çünki xoşuma gəlir necə Bibliya, müqəddəs kitab öyrədir bizi ki, necə Tanrının sözü bir toxumdur və biz də toxumu səpənlərik və missiyalar da elə bundan ibarətdir. Və bugün oxuyurdum və heyrətə gəlirdim ki, müqəddəs sözü toxum olaraq qüdrəti nə qədərdir. Və 2000 il yaşı var o toxumun. Və bir toxumun 2000 il yaşı var. Hardasa Yahudiyada palma ağacının toxumudur. Və həmin o toxumu, həmin o palmanı yetişdirmək olar. Yəni 2000 ildir ki, o toxumun içində o qüdrət var ki, hələ də yaşayır. Və toxumlar hər yerdə var. Və yəqin ki, siz hansısa bir toxumun üstündə oturmuşsunuz. Yəni bu yaxşı şey deyil deməkdə, amma ən azı dedim. Hər yerdədir toxumlar. Toxumlar hər yerdədir. Və onlar sərbəst şəkildə səyahət edir toxumlar. Və küləklə gedirlər, su axını ilə gedirlər, heyvanların daşıması ilə gedirlər və güc tətbiq olunmur ki, onların səyahəti üçün. Və Pastor Scheller danışırdı keçən səfər o balıq haqqında ki, Yaponiyadan hansısa başqa bir əraziyə Tanrının rəhbərliyi ilə gedir. Və bu elə tamizdir. Bu da mənə qüdrətli bir ismarı çatdırır. Çünki sual var. Sual odur ki, Tanrı bizsiz missiya işini görə bilərmi? Və cavab təbii ki, Tanrı bizsiz də missiya işini görə bilər. Tanrı hətta daş yarada, Tanrı elə daş yarada bilərmi ki, o daşı qaldıra bilməsin? Bəli, o hər bir daşı qaldırır. Amma biz bunu başa düşürükmü? Bizim bunu başa düşə bilməməyimiz o demək deyil ki, Tanrı bunu görə bilməz. Düşünürdüm bunu. Və gəlin müqəddəs kitabı açaq, yaxşı olar ki, kitab açılsın. Korinflərə 1-ci məktub 1:21. Korinflərə 1-ci məktub 1:21. Burada təsvir verilir. Necə Tanrı dünyaya çatır öz sözü ilə, müjdəçiliyin yolu və deyilir ki, Allahın müdrikliyində dünya öz müdrikliyi ilə Allahı tanımadığı üçün Allah iman edənləri ağılsız sayılan vəz vasitəsilə xilas etməyə razı oldu.
And let's read the verse from John 12:24. Və Yəhyə 12:24-də oxuyaq. Which says that most assuredly I say to 12:24-də you, İsa a grain of wheat aşağıdakı falls sözləri into deyir. the ground Doğrusunu and doğrusunu dies, sizə deyirəm. Əgər bir remains buğda alone. dənəsi, toxum torpağa But if it düşüb dies, ölmürsə, tək qalır. it produces Amma much ölürsə, grain. onda o toxum çoxlu məhsul verir. So God, how does this work? Deməli, ya Rəbb, bu necə işləyir? How does this work? Bu necə baş God says, verir? you have the seed. Tanrı deyir, səndə toxum var. Okay, now dig a hole in the Yaxşı ground. bir torpaqda Okay, dəlik are you aç. sure this is the way how it works? Əminsən, ya Rəbb ki, bu cür Okay, işləyəcək. now put that seed İndi o into dəliyin that içinə hole, o and then toxumu put some qoy dirt on it. və sonra da o dəliyi torpaqla bağla, ört. And Və sonra now nə? you just wait. Və indi də gözlə. How long? Nə qədər We don't gözləyin? know yet. Biz bilmirik hələ, Just wait. amma sadəcə Okay, gözlə. you dug the hole, Yaxşı, you put the dəliyi seed into açdın, the içinə ground, toxumu and then you wait. qoydun Which one is və the sonra most difficult gözləyirsən. part? Hansı hissə daha çətindir bu prosesdə? I know, I'm with you. Bilirəm, bəli, Been there, sizinlə done it, birlikdəyəm, yeah. razıyam. Mən And də you bu go next vəziyyətlərdə day, you olmuşam. go and look for Və it, növbəti and gün nothing gedirsən və happening baxırsan, here. görsən heç nə baş vermir Is orada this really the torpaqda way? This sanki. is the foolishness Doğrudan da bu yoldur. of Bu sanki God. axmaqlıqdır, Tanrının This is God's axmaqlığıdır way of sanki. doing things. Amma bu Tanrının And I yoludur. do O it by bu cür faith işləyir. because there's Və no mən də other way imanla to bunu look edirəm, at it. çünki buna baxmağın Otherwise, başqa I'll be yolu yoxdur. discouraged, I will be Əks təqdirdə disappointed, I ruhdan will lose my düşəcəyəm, joy, məyus and so on olacağam, and iş so on. sevincimi But now itirəcəyəm. I do it by faith. Amma indi And mən it's bu happening. addımları imanla And atıram it's really və powerful. bu baş verir. Bu çox But- qüdrətlidir. I want to kind of Amma istəyərdim. conclusion of my message actually. Yəni mesajımın xülasəsinə gəlsəm, sizə demək istədiyim fikir budur. Kimisə işi çətin deyil. Tanrı bu işi görür. We are the ones who don't want to miss it. Bunu əldən buraxmamaq istəyən bizik, çünki toxumlar hər yerdə var. Eyni ilə necə ki, fiziki toxumlar bütün dünyada səyahət edir, ruhani toxumlar da daha çox səyahət edir. Çox çətindir dünyada hər hansı bir nöqtəyə getmək, hardakı heç bir şəhadətçilik olmayıb. Çünki toxumlar oradadır. Qeyri-fani toxumlar. Və biz deyə bilərik, hə, yaxşı, Tanrı artıq bu toxumları səyahətə qoşub, bu yaxşıdır, onda biz heç səyahət etməməliyik onda. Qoy toxumlar özündən səyahət etsin, hə? Bəli, toxumlar oradadır, amma o toxumları sulamaq lazımdır sonra. Hə, Tanrı bu işi də görə bilər də, bizsiz. Təbii ki, bu işi görə bilər. O toxumları sulayacaq və fövqəli təbii şəkildə toxumlar sulanacaq, bizsiz də. Bəli, amma sonra o toxumdan göyərən məhsulu yığmaq lazımdır. Tanrı məhsulu da yığa bilər, amma bizə deyib ki, dua edin ki, Tanrı insanları, işçiləri yetişdirsin ki, məhsulu yığsın. Çünki məhsul böyükdür, amma işçilər azdır. Yəni, Tanrı seçib ki, bu işi bu cür görsün. Və bu həqiqətən gözəldir, qüdrətlidir və bu şərəfdir. Mən bir çox misionerləri eşidirəm burada danışırlar. Siz bizə eşidirsiniz ki, biz danışırıq. Ola bilər belə bir sınaq ki, adam hirslənsin. Və bəzən eşidirsən bunu məndən, başqa kimlərdənsə. Amma səmimi deyəcəm sizə. Biz buradayıq ki, sizə deyək ki, bu şərəfdir. Siz bu işin hissəsi ola bilərsiniz. Tanrının dünyada gördüyü işin hissəsi ola bilərsiniz. Bu şərəfdir. Bu şərəfdir. Getmək elə bir yerə, elə bir ölkəyə, harada ki, Tanrı səni göndərib. Və mən bugün kimdənsə xahiş etdim, soruşdum ki, mən nə vəz etməliyəm? Çox vaxt biz pastorlara soruşuruq adamlardan ki, mən nə haqda danışam? Gedib o insanların qabağında durmalıyam, deməliyəm, mən nə haqda danışmalıyam onlardan, soruşmalıyam. Və kimsə mənə dedi, danışın ki, biz qorxmayaq xidmət etməkdən. Çünki Tanrı lütfkardır. Bu yaxşı mövzudur, hə? Mən bu vəzi etmədim əslində.
bəlkə vəz etməli idim, amma bu mövzunu sizə gətirdim, çünki bu qüdrətli mövzudur, mövzunun adıdır. Çünki niyə görə biz qorxmalıyıq kiməsə xidmət etməkdən və gedib xidmət edək? Nə vaxt ki, Tanrı bu qədər lütfkardır. Nəyə görə qorxmalıyıq? Çətin deyil misioner olmaq və bu sizin təhsilinizə, akademiyanıza qarşı çıxa bilər, sizin elmi əqlinizə zidd çıxa bilər və ya sizin həyatınızdakı məqsədlərə əks çıxa bilər. Amma baxın, burada sadəcə dəli aç, ora toxumu qoy və üstünü torpağı ört, torpaqla ört oranı. Sizin üstünüzdə heç birinizdə torpaq yoxdur, amma yerdən o torpaqla örtün və gözləyin. Və xoşuma gəlir bu. Xoşuma gəlmir gözləməyi, heç birimizin xoşuna gəlmir gözləməyi, amma xoşuma gəlir o fikir ki, sizin sınıqlı ürəyiniz ola bilər və kilsəni itham etmirsiniz və Tanrını itham etmirsiniz. Çünki bu şeytanın səsi olar əgər biz Tanrını itham ediriksə. Və Tanrı hətta bu cür heyrətamiz sirli şeyləri, missiya kimi sirli şeyləri bizə qarşı istifadə etmək istəyir Tanrı. Və neçəniz mənimlə birlikdə dua edirsiniz ki, bütün o ölkələr ki var idi o Newberry dükanında, bax orada adları yazılıb və mən istəyirdim gedim orada gəzişim və baxım o ölkələrə. Bir neçə ölkələr Tanrı lütfü ilə oradadır. Amma gəlin və baxın o ölkələrin adına və dua edin o ölkələr üçün. Və qoy Tanrı ora köşəsini gətirsin. Bizə lazımdır o nəzər, o görüm lazımdır. Bizə bu interaksiya, qarşılıqlı əlaqə lazımdır ki, Tanrının bizə verdiyi bu əziz görümlə bir olaq. Və bu axşam mən bizim köşəmizdə olacağıq, bu balaca elandır. Rapsesiyadan sonra həmin o yerdə biz orada olacağıq və planımız var ki, orada incəsənət mövzusunda söhbət edək və amma qərara gəldim ki, dəyişim o mövzunu və istəyirəm ki, dua eləyək. Hələ müjdə ilə çatmamış ölkələr üçün dua edək və hər birinizə xoş gəldin deyirəm, hər birimiz orada yer tapa bilərik. Gəlin bizimlə birlikdə dua edin, çünki biz buna inanırıq və sevinclə dua edirik ki, Tanrının bizə verdiyi məqsədlə dua edirik. Onun bizə verdiyi hər şeydə. O gəlir, İsa tezliklə gəlir, qayıdır və ola bilsin ki, bu bizim son imkanlarımızdır ki, əldən buraxmayaq onun bizə vermək istədiklərini. Gedməyimizlə, göndərməyimizlə, dəstəkləməyimizlə, gəlin gedək. Balaca bir təfərrüatla deyim, sonuncu məqamda. Oxuyurdum bu statistikanı və o ambarları, toxum ambarları haqqında oxuyurdum. Genetik ambarları və o məqalənin sonunda oxuyuram deyilir, ən böyük çətinlik o toxum ambarları üçün ki, onlar maliyyə dəstəyi tapa bilmirlər. Mən dedim, bingo, çox maraqlı ismarıc var hələ düz o məqalənin içində. Bəli, və qoy bu hələ sizinlə qalsın. Qoy Tanrı sizə xeyir dua versin. Çox sağ olun.